Telefonunuza gələn o bildiriş səsi. Maaşınız karta oturdu. Bir neçə dəqiqə özünüzü dünyanın sahibi kimi hiss edirsiniz. Amma cəmi 3 gün, bəlkə daha az sonra o rəqəmlər əriyir və siz yenə eyni sualı verirsiniz. Hara getdi bu qədər pul? Çoxumuzun problemi az qazanmaq deyil, qazandıqca daha çox ehtiyac icad etməkdir. Bugün hamımızın ən böyük gizli xəstəliyini, həyat tərzi inflyasiyasını mühakimə edirik. Gəlin etiraf edək. Əlinizdəki o son model telefonun funksiyalarının 90%-ni heç vaxt istifadə etməyəcəksiniz. Amma siz onu 24 aylıq borca girib aldınız. Niyə? Çünki köhnə telefonunuz hələ də işləsə də artıq sizi təmsil etmir. Siz əslində o şüşə və metala yox, masanın üzərinə qoyanda ətrafdakıların sizə baxışına pul ödəmisiniz. Maaşınız artan kimi ilk etdiyiniz şey azadlığınızı Apple və ya Samsung'un yeni modelinə girov qoymaq oldu. Elə deyilmi? Maaşınız 1000 manatdan 2000-ə qalxdı. Metro artıq sıxıcıdır, avtobusu isə statusunuza uyğun deyil. Dərhal salonlara qaçırsınız. Aynıq ödənişi maaşınızın 40%-ni təşkil edən o parıltılı maşını alırsınız. Təbriklər! İndi siz o maşının sahibi deyilsiniz, o maşın sizin sahibinizdir. Hər gün işə gedirsiniz ki, qapıda duran o dəmir yığınının pulunu ödəyəsiniz. Sərvət, xərcləmədiyiniz puldur. Sizin maşınınız isə sadəcə xərclənmiş və hər gün dəyərini itirən bir alətdir. Və ən böyük paradoks, toylarımız. Tanımadığınız insanların qarşısında bir gecə mükəmməl görünmək üçün illərlə yığdığınızı və ya daha pisi bankdan götürdüyünüz krediti bir neçə saata havaya sovurursunuz. Siz xoşbəxtlik qurmursunuz. Siz sadəcə qohumların nə deyəcəyi qorxusunu satın alırsınız. Toy bitir, qonaqlar gedir. Siz isə qalan 6 ilinizi o bir gecəlik saxta mənzərəni ödəməyə sərf edirsiniz. İnsanlar həqiqətə deyil, qonşunun paxıllığına yatırım edir. Həyat tərzi inflyasiyası səssiz bir qatildir. O sizi öldürmür, sadəcə ömür boyu yerinizdə saymağa məhkum edir. Bəs çıxış yolu nədir? Maaşınız artdıqca həyat standartınızı yox, investisiya faizinizi artırın. Azadlıq, başqalarının sizi necə gördüyü deyil, sizin sabahki günə nə qədər güvənlə baxmağınızdır. Hər maaş artımının ən az yarısını görməzdən gəlməyi öyrənməlisiniz. Standartlarınızı dondurun, qazancınızı yox. Azadlıq, ən bahalı restoranda yemək yemək deyil. İstəmədiyiniz bir müdirə yox deyə biləcək qədər ehtiyatı sahib olmaqdır. Sizin bu qədər ehtiyatınız varmı? Siz necə düşünürsünüz? Sizin maaşınız artdıqca azadlığınız artır, yoxsa borclarınız? Seçiminiz gələcəyi mühakimə edəcək. Bəs siz azadlığınızı hansı əşyaya dəyişmisiniz? Şərhlərdə mühakimə edək. Paradoks kanalına abunə olun ki, sistemin yox, öz həyatınızın sahibi olasınız.